Rusiya Silahlı Qüvvələri aprelin 16-sına keçən gecə Ukrayna paytaxtı Kiyevə kütləvi hava zərbələri endirdi. Mən dayandığım məkan da Kiyevin mərkəzi ərazilərindən biridir və arxa fonda gördüyünüz kimi zərərsizləşdirilən raketlərdən biri məhz burada böyük bir yarıq əmələ gətirib və onu da qeyd edək ki, ətraf ərazilər hamısı yaşayış binaları, otellərdir və burada hər hansı bir hərbi obyekt yoxdur və hazırda da dağıntılar təmizlənir və demək olar ki, 4 hündür mərtəbəli binaya ciddi dağıntılar qeydə alınıb, həmçinin otel də yararsız vəziyyətə düşüb və burada dayanacaqlarda olan şəxsi avtomobillərin bir neçəsi yanıb və yararsız hala düşüb. Onu da qeyd edək ki, məhz raketin zərərsizləşdirilməsi nəticəsində burada bu cür fəsadlar baş verib və təəssüf ki, bu binada da ölənlər var və ümumilikdə isə onu da qeyd edək ki, Kiyevə hava hücumu zamanı 4 mülki şəxs həlak olub, 50-dən çox insan isə xəsarət alıb. Və ümumilikdə isə Ukrayna ərazisinə Odessada da bu cür hava hücumları olunub. Raket və dron zərbələri nəticəsində artıq 9 mülki şəxs həlak olub, 20-dən çox insan isə xəsarət alıb. Həmçinin Dnepr şəhərin özü və Dnepropetrovsk vilayətinə edilən hava hücumları nəticəsində 3 mülki şəxsin həlak olduğu dəqiqləşib. Və bunlar hələ ki son rəqəmlər deyil, çünki qeyd etdiyim kimi dağıntılar təmizlənir, rəqəmlərin dəyişəcəyi istisna edilmir.